Əziz xanımlar, xoş gördük hər birinizi. Deməli, biz bugünkü gündə dərsimiz təhsil haqqında Azərbaycan Respublikası qanunundan maddə 12 və 13 olacaq. Biz deməli, bunlara nəzər yetirəndə görürük ki, maddə 12-də təhsilin formalarıdır, maddə 13-də təhsil alma formalarıdır. İlk öncə biz bunları ayırırıq, sonra danışarıq. Deməli, təhsilin forması, bu forması necədir, ondan danışılır. Bir də var ki, təhsilin alma formasından danışılır. Bunları heç zaman qarışdırmayın. Deməli, təhsilin forması deyəndə bu 3 dənə təhsil forması var. Formal, üzr istəyirəm, qeyri-formal, informal. Deməli, formal deyəndə nə başa düşürük? Formal belədir ki, formal təhsil forması dövlət sənədinin verilməsi ilə başa çatır. Məsəl üçün, belə deyək, orta məktəblərdə 9-u bitirən uşaq attestat alır, bu dövlət sənədidir. 11-ci sinifi bitirən hər bir şagird attestat alır. Məsəl üçün, universitet, institut bitirən diplom alırlar. Bunlar deməli dövlət sənədi sayılır. Deməli, formal təhsil nə oldu? Formal təhsil, formal təhsilin formasından formal təhsil dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması idi. Biz indi qeyri-formala baxaq. Qeyri-formal nədir? Qeyri-formal isə özəl kurslara, dərnəklərə getməklə əldə olunan sənəd verilirdi burada. Yəni, təhsil formaları içərisində qeyri-formal təhsildə dövlət sənədi verilmir. Məsəl üçün, hər hansı bir şəxs kompüter kursuna gedir, 3 aylıq, 4 aylıq kompüter kursuna gedəndə oradan sertifikat verirlər. Yəni, bu dövlət sənədi sayılmır. Başa düşürsünüz? Bu olur qeyri-formal. Bəs informal nədir? Informal isə özünü təhsil yolu ilə biliklərə yiyələnməkdir. Məsəl üçün, hansısa şagird oturur evdə özü üçün hazırlaşır, instituta gedir, kurs, yəni imtahana gedir. Bu deməli informal olur. Məsəl üçün, hansısa qonşudan uşaq gördünüz ki, hansısa imtahandan uğur qazandı, uğur əldə etdi. Siz sual versəz ki, məsəl üçün, ay Ayşə, ay qızım, bəs sən necə oldu, necə hazırlaşdın, harada hazırlaşdın? O da deyə bilər ki, sizə qayıdır ki, mən heç yerə getmədim, heç yerdə hazırlaşmadım. Yəni, mən evdə hazırlaşdım, özümə hazırlaşdım. Bu informaldır. Yəni, biz dedik ki, maddə 12-də təhsilin formalarında 3 təhsil alma forması var idi. Formal, qeyri-formal, informal. Formal təhsil alma forması dövlət sənədinin verilməsi ilə başa çatır. Qeyri-formal dövlət sənədinin verilməsi ilə başa çatmır. Yəni, bu özəl kurslar, dərnəklərdə olan təhsil formasıdır. Informalda özünü təhsil yolu ilə biliklərə yiyələnməkdir. Özünə hazırlaşırsan. İndi biz gəlirik təhsil alma forması. Yəni, təhsil alma forması deyəndə nə deyirdi? Əyanidir, qiyabidir. Yəni, biz bura baxanda görürük ki, təhsil alma formaları əyani, qiyabi, distant məsafədən sərbəst eksternat var. Deməli, əyani ilə qiyabi bizə çoxdan tanış olan bir sözdür. Yəni, Sovet dövründən də əyani və qiyabi var idi. Əyani bilirik ki, gündəlik dərsə getməkdir. Qiyabi də, yəni, imtahandan imtahana, belə semestrdən semestr. Yəni, bunlar bizə tanışdır. Bəs distantla sərbəst eksternat nədir? Distant məsafədəndir. Yəni, distant uzaqdan uzağa təhsil alma formasıdır. Məsəl üçün, belə deyək ki, Azərbaycanda distant məsafədən təhsil alma forması yoxdur. Amma bu Türkiyədə var. Deyə bilərsiniz ki, bəs bu bizim qanunumuzda var, təhsil haqqında qanunda. Yəqin ki, bu nə vaxtsa olacaq, ona görə nə vaxtsa təşkil ediləcək bu, amma həqiqətən yoxdur. Bir də deyə bilərsiniz ki, siz bəs deyə bilərsiniz ki, bəs pandemiya dövründə onlayn dərslər keçirdi uşaqlara, məsafədən deyildi, bu distant deyildi, amma xeyr, o distant məsafədən dərs deyildi. Sadəcə olaraq məcburiyyət qarşısında şagirdlər dərsdən, təhsildən geri qalmasınlar deyə, yəni bunu təşkil etmişdilər. Mən özüm də keçmişəm. Deməli, mən özüm tarix müəlliməsiyəm, mən özüm də keçmişəm. 2020-ci ildə idi də. Özüm düzü bu il 21-ci ildə işləyirəm, tarix müəlliməsi, amma o vaxtda həqiqətən çox çətinlik yaranmışdı, çatdırmaq olmurdu, uyğun olmurdu. Bilirsiniz necə, biri qoşula bilir, biri qoşula bilmir uşaqların, yəni birinin telefonu var, internet, o qədər problem yaranırdı da. Yəni o sadəcə olaraq
təhsildən geri qalmamaq üçün idi. Amma distant məsafədən təhsil necə olmalıdır? Məsəl üçün, hal-hazırda həqiqətən Azərbaycanda 1-dən 11-ə kimi yoxdur ki, distant məsafədən təhsil. Əgər təhsil alma formasına distant məsafədən təhsil deyilirsə, məsəl üçün 1-dən 11-ə kimi evdə oturmalıdır, evdən təhsil almalıdır. Bu ola bilər distant. Məsəl üçün, ola bilər ki, 4 il, 5 il universitetdə oxuyursa, bu evində oturur, distant təhsil almalıdır, məsafədən təhsil. Amma yoxdur da, həqiqətən biz baxırıq ki, heç bir universitetimizdə yoxdur, heç bir orta məktəbimizdə yoxdur. Amma bu qanunumuzda var, amma biz bunu təhsil alma formaları içərisində biz bunun adını çəkməliyik. Biz gəldik indi sərbəst eksternat təhsilindir. Sərbəst eksternat təhsil deyəndə, yəni adından da məlumdur, sərbəst, həm eksternat. Yəni burada həm təhsildən kənarda qalanlardır, təhsildən yayınanlardır. Həm də ki, çox bacarıqlı və qabiliyyətli uşaqların, o qədər qabiliyyətli, bacarıqlı uşaqlardır ki, bunların, nətər deyim, vaxtından əvvəl bitirməkdir təhsili. Məsələn, ya atlamaqdır, nətər deyim, məsəl üçün 7-də oxuyur, 8-də oxumur, keçirlər 9-a, məsəl üçün belə də bacarıqlı uşaqlardır. Deməli, sərbəst eksternat təhsildə, təhsildən yayınanlar deyəndə nə başa düşmək olur? Məsəl üçün, ola bilər ki, hər hansı bir uşağı, şagirdi valideyn 5-ci sinifdən götürür Rusiyaya aparır və Rusiyaya gedən uşaq artıq gəlir 20 yaşı var, Azərbaycana qayıdır və baxır ki, bunun ya 9 illik attestatı yoxdur, ya 11 illik yoxdur. Bu uşaq da ki, istəyir ki, harasa getsin, oxusun, ya harasa qəbul olsun, amma bu mümkün deyil də. Bu lazımdır əlbəttə ki, bu dövlət sənədidir, mütləq attestat lazımdır. Onda bu attestat üçün həmən bu sərbəst eksternat qaydada imtahan verir və o attestatı əldə edir. Bunun da müəyyən ardıcıllığı yolları var. Həmən şəxs yaşadığı regional təhsil idarəsinə müraciət edir və ekstern qaydada imtahan verərəkdən attestat almağını bildirir. İstəyirsə 9 illik və yaxud istəyirsə 11 illik və bu gedir. Baxın, bu sərbəst şəkildə imtahana hazırlaşır. İstəyir müəllim tutar hazırlaşar, istəyir evdə hazırlaşar, özü bilər, kursa gedər, harada istəyirsə sərbəst şəkildə hazırlaşır. Amma bu ekstern qaydada imtahan verməmişdən öncə bu bir aralıq imtahanı verir və bu aralıq imtahanı mütləq verməsi lazımdır. Aralıq imtahandan sonra ikinci dəfə ekstern qaydada imtahan verərəkdən o attestatı əldə edə bilir. O attestatı əldə edir. Yəni, attestatın yenidən əldə etmək yolu budur. Bir də siz oradan görürsünüzsə, bu cümləni oxuyun. Deyir ki, zəruri hallarda müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsil alma formaları da tətbiq edilə bilər. Məsələn, ola bilər ki, siz hər hansı bir cümlənin içərisində müvafiq icra hakimiyyəti orqanı adını eşidirsinizsə, orada ilk olaraq ağlınıza hər bir rayonda olan icra hakimiyyətləri ağlınıza gəlməsin. Məsələn üçün, bugünkü gündə bilirik də hər rayonun öz icra başçısı var, öz icra hakimiyyəti var. Amma bu o deyil. Yəni, müvafiq icra hakimiyyəti orqanı deyəndə nə nəzərdə tutulur? Deməli, ola bilər ki, bu sektor ola bilər, regional təhsil idarəsi ola bilər, məsəl üçün, ola bilər ki, Təhsil Nazirliyi ola bilər ki, məsəl üçün, hər hansı bir səlahiyyət verilibsə, bu işi icra edirsə, o işi icra edən yerə həmin müvafiq icra hakimiyyəti orqanı deyilir. Burada da biz indi nə əlavə edəcəyik? Təhsil alma formalarının içərisində biz baxdıq ki, burada baxın, 4 dənə əsas olaraq təhsil alma formalarının adı çəkildi. Əyani, qiyabi, distant məsafədən sərbəst eksternat. İndi burada da nə deyilirdi? Deməli, hara getdi deyəm, bir dəqiqə, çox getdim. Bir də cümləyə qaydaq biz, diqqətli olaq. Deməli, burada deyilir ki, bu cümlədə zəruri hallarda əgər ehtiyac duyularsa, yəni müəyyən edilmiş qaydada digər, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsil alma formaları da tətbiq edilə bilər. İndi baxaq biz, bu digər təhsil alma formaları hansılardır? Biz 4-ünün adını çəkdik də, biz 4-ünü bildik, 4-ündən məlumatımız oldu. İndi biz baxaq görək bu digərləri hansıdır? Digərləri deyəndə də biz indi onu əlavə edəcəyik və o digərləri niyə bunların içərisində yoxdur, onu da deyəcəm sizə. Məsəl üçün, biz dedik ki, əyani, qiyabi, distant məsafədən sərbəst eksternat təhsil alma formalarıdır. Biz bunlara əlavə edə bilərik.
əgər ehtiyac varsa, ehtiyac duyulursa, məsəl üçün bunlar hansı təhsil alma formasıdır? Deyirəm, baxın, evdə təhsil var, fərdi təhsil var, bir də stasionar təhsil var. Məsəl üçün, evdə təhsil nə idi? Evdə təhsil sağlamlıq imkanları məhdud olan uşaqların evdə təhsil almasıdır. Buna bəzən fərdi təhsil deyirlər. Siz nəsə yazırsınızsa, üzr hesab edin, mən görə bilmirəm xanımlar. Mən artıq ekran paylaşımı etmişəm və bu sənəddə keçid etmişəm. Deməli, evdə təhsilə fərdi təhsil deyirlər. Bu fərdi təhsil başqadır, evdə təhsil başqadır. Bunları qarışdırmaq olmaz. Ola bilər uşaq təkdir, bir dənədir, fərdidir, evdə keçir, amma bu fərdi deyil. Bu evdə təhsildir. Evdə təhsilin də təşkili qaydaları var. Məsəl üçün, bu dedik niyə təhsil alma formalarına qatılmayıb evdə təhsil? Məsəl üçün, elə kənd var ki, elə rayon var ki, orada evdə təhsilə ehtiyac yoxdur, ehtiyac duyulmuyor. Məsəl üçün, 215 nömrəli məktəbdir. O məktəbin gələn şagirdlərin içərisində heç birinin evində, bacı qardaşında hansısa qüsuru olan, sağlamlıq imkanı məhdud olan uşaq yoxdur. Deməli, bu da yoxdursa, evdə təhsil də yoxdur deməkdir. Zəruri hallarda ehtiyac duyulduğu zaman təhsil alma forması təşkil edilə bilir. Bu, evdə təhsil alma forması təşkil edilə bilir. Yəni, evdə, məsəl üçün, ola bilər ki, də varsa da, hansısa valideynin bir sağlamlıq imkanı məhdud uşaq deyir ki, mən bunu məktəbə qoymaq istəyirəm. Amma o gəlib direktora desə ki, direktor, mən uşağımı üzr istəyirəm məktəbə yox, yəni evdə istəyirəm müəllim gəlsin, dərs keçsin, ya bu valideynin belə istəyini olmur, ya da direktor heç bir müəllimə deyə bilməz ki, siz gedin falan kəsin evində, oturun o uşağa sağlam imkanları məhdud, ona dərs keçin. Bu heç kəs edə bilməz. Yalnız buna icazəni tibbi pedaqoji komissiyanın rəyinə əsasən uşaq komissiyalardan keçir, yoxlanılır. Tibbi pedaqoji komissiyanın rəyinə əsasən uşağa evdə təhsilin təşkilinə cəlb edilir və bu evdə təhsil alır. İbtidaidə oxuyan bir də 4-ə kimik bir müəllim keçirir. İbtidaidən keçdikdən sonra əlbəttə ki, hər fən müəllimi gələrəkdən evdə dərs keçirlər həmən uşağa. Həmən gələn müəllimlərinə maaşını əlbəttə ki, dövlət təşkil edir, dövlət verir. Deməli, biz dedik ki, yəni qiyabi distant məsafədən sərbəst eksternal təhsil alma formalarının içərisinə biz evdə təhsili əlavə etdik. Bu da ehtiyac duyularsa, evdə təhsillə təhsil alma formalarındandır. Deməli, burada kimlər, evdə təhsil kimlər ala bilər? Sağlamlıq imkanları məhdud olan uşaqlar. Əgər hər hansı bir müsahibədə olsun, harda olsun, bu evdə təhsilə cəlb edilən uşaqlara heç vaxt xəstə uşaqlar demək olmaz. Bu bir nətər deyim, yaxşı alınmır, bura mənfi rəy verirlər bu deyildiyi zaman. Mütləq şəkildə sağlamlıq imkanlarından məhdud uşaqlar demək lazımdır. Bir də ki, biz dedik ki, evdə təhsildən əlavə bir də var idi fərdi təhsil. Bəs fərdi təhsil nə idi? Diqqətli olaq, əziz xanımlar. Deməli, fərdi təhsildə də təhsildən yayınanlar və xüsusi istedada malik olan uşaqlardır. Sərbəst eksternatda da yenə də xüsusi istedada malik və burada da təhsildən yayınanlardır. İndi biz bunları necə ayırda biləsirik? Deməli, biz dedik ki, sərbəst eksternat təhsildə hansı ki, təhsildən yayınanlar var idi, artıq məktəbi bitirib, böyük şəxslər idi də bunlar. Məsəl üçün, ola bilir ki, rayon yerlərində olur, ailə uşağı, ümumiyyətlə, ata-anadan ayrılan ola bilər, nənə baba yanında qala bilər, nəsə təhsildən yayına bilər, hər hansı, ola bilər də dövlətdən gedə bilər. Yəni, bu təhsildən yayınanlar 9 və 11 illik attestat üçün müraciət edirdilər sərbəst eksternat təhsildə. Yadınızda saxlayın, bunlar yalnız dövlət sənədi almaq üçün müraciət edənlər idi sərbəst eksternat təhsilə. Bir də burada xüsusi istedada malik olanlar var idi ki, təhsili bir addım öndə bitirənlər idi. İndi biz fərdi təhsilə nəzər yetirəndə baxaq ki, fərdi təhsildə də deyilir ki, təhsildən yayınanlar həmçinin xüsusi istedada malik uşaqlar. Baxın, deməli, fərdi təhsildə təhsildən yayınanlar necə ola bilirdi? Ola bilər, yenə də valideyn övladını
Ola bilir ki 3 yaşından aparır gedir başqa dövlətə, bir vaxtı vətənə gələndə görür ki, uşağı məktəbə getməlidir, amma fərdi təhsilə 8 yaşı bitən hər bir uşağı götürürlər. 8 yaşı bitməyən uşağı fərdi təhsilə cəlb etmirlər və 8 yaşı bitən hər bir kəsi fərdi təhsilə cəlb edirlər. O da 8-ci sinifə kimi oxuya bilir və 8-ci sinifi bitirdikdən sonra o da yenidən attestat almaq üçün ekstern qaydada, yəni attestat üçün müraciət edə bilər. Ona görə ki, bu fərdi təhsilə cəlb edildiyi üçün. Bir də baxın, indi biz burada dedik ki, fərdi təhsilə həm təhsildən yayınanlar idi, həm də ki, xüsusi istedada malik idi. Amma xüsusi istedada malik olan uşaqları məktəbdən təhsilə cəlb edirlər, məktəbdə oxuya bilir. Bir də var idi ki, biz deyirik ki, stasionar təhsil. Stasionar təhsil alma forması nə idi? Deməli, stasionar təhsil alma forması da hər hansı bir şagirdin 21 gündən artıq xəstəxanada qalması, yatması zamanı ola bilir ki, Allah uzaq eləsin, yəni Allah hər kəsin övladına, balasına can sağlığı versin. Olmasın belə bir şey. Amma əgər olarsa, uşaq 21 gün xəstəxanada yatırsa, 21 gündən artıq olursa, həkim rəyinə görə bu burada qalmalı olduğu bildirilir və onun məktəbindən öz sinif rəhbəri deməli proqramını təşkil edir, cədvəlini təşkil edir və həmən sinif rəhbəri öz məktəbindən müəllim gəlmir o uşağa dərs keçməyə. Hansı ki, həmən xəstəxananın yaxınlığına ən yaxın məktəb hansıydısa, o məktəbdən müəllim təşkil edilir və gəlir həmən xəstəxanada uşağı orada dərs keçirir. Əlbəttə ki, yenə də dövlət onu müəllimin maaşını qarşılayır. Deyə bilərsiniz ki, bəs öz məktəbindən öz müəllimi niyə gəlmir? Məsəl üçün, uşaq rayondandır, gedib Bakı xəstəxanasında yatır. Bu müəllim də rayondan öz dərsini qoysun, ailəsini qoysun. Məsəl üçün, dərs saatını necə gedə bilər? Mümkün deyil. Yəni, hər şeyin düzələnə görə təşkil edilir də. Yəni, bugünkü gündə əlbəttə ki, biz müstəqil bir dövlətdə yaşayırıq. Yəni, dövlətimizdə günü-gündən dəyişikliklər, inkişaflar var və bizdə övladlarımızın təhsil alması üçün hər cürə şərait yaradılır. Hər cür imkan şərait yaradılır ki, onlar təhsil alsınlar. Hətta, məsəl üçün, evdə təhsilin təşkili qaydası olur. Məsəl üçün, var ki, belə fərdi təhsillə olan uşaqlar da təhsildən yayınmasına və onlar da təhsilə cəlb edilir, həmçinin stasionar təhsildə. Deməli, həmçinin bizdə bir də var ki, inklüziv təhsildə var idi ki, inklüziv təhsildə də orada uşaqların məsəl üçün 20 nəfərindən ikisini təşkil eləyə bilər. Hər sinifdə 2 uşaq düşə bilər. İndi baxın, deyə bilərsiniz ki, inklüziv təhsildən necə olur uşaqlar? Bunlarda biraz sağlamlıq imkanı məhdud olur, amma necə? Baxın, deyək ki, uşağın bir qolu şikəstdir, amma gəzə bilir, danışa bilir, nitqi yerindədir, bacarığı yerindədir, sadəcə qolu şikəstdir. Ola bilir ki, ayağını çəkir. Məsəl üçün, nəsə biraz qüsuru var. Deməli, bu uşaqlar hətta, məsəl üçün, əlil arabasını da gedə bilən ola bilər, özünü idarə edə bilirsə, heç bir xəstəliyi yoxdursa. Yəni, bu inklüziv təhsilə cəlb edilən uşaqlar bu bağçalarda da olur, məktəblərdə də ola bilir. Məsəl üçün, hər sinifdə 2 nəfər ola bilər bu inklüziv təhsilə cəlb edilən uşaqlar. Məsəl üçün, mən elə müəssisələrdə görmüşəm ki, həqiqətən əlil arabasında da olan işləyən insanlar var, qolu da şikəst. Əslində o insanların potensialı, ağlı, dərrakəsi həqiqətən digər insanlardan daha güclü olur. Yəni, həqiqətən də bizim təhsilimizə çox böyük diqqət yetirilir. Çox sağ olsun bizim dövlətimiz ki, bugünkü gündə hansısa ana əgər düşünürsə ki, mənim övladım və sağlamlıq imkanı məhduddur, o necə təhsil alacaq? Yəni, bizim dövlətimiz bunu edir, bacarır, onları kənarda qoymur. Məsələn, deyə bilər ki, ay mənim övladım şikəstdir, uşaq insan içərisinə çıxmağa bilmir, elədir, necədir? Amma yenə də bizim dövlətimiz buna təkan verir ki, kömək edir ki, onlar da cəmiyyətə qarışsınlar. Onlar da bir insanlar, onlar da bir canlıdırlar. Yəni, indi qismətsizlikdən Allahın yaratdığı insan, yəni nə olsun ki, belə olub da, ağıl, şuur özünü idarə edə bilirsə, əgər o məntiqi düşüncəsi varsa, oxuya bilirsə, niyə də bu olmasın? Yəni, inklüziv təhsilə cəlb edilən uşaqlar da bunlardır. Amma evdə təhsilə cəlb edilənlər dedik ki, sağlamlıq imkanları məhdud, yəni ola bilir ki, yataq xəstəsi heç qalxa bilmir, ola bilir ki, karlığı var, korluğu var. Biz dedik ki, evdə təhsilin təşkili qaydalarına tibbi pedaqoji komissiyanın rəyinə əsasən onun evdə təhsilin təşkilinə cəlb edilir də. Yəni, ola bilər ki, gözdən əlildirsə, məsəl üçün, ona özünə uyğun müəllim tapılır, ya karlığı varsa, yəni normal belə
görüb nə edirsə yenə ona uyğun müəllim tapıla bilər. Yəni evdə təhsil təşkili üçün. Yəni biz dedik ki, təhsil alma formaları içərisində hansılar idi? Əyani, qiyabi, distant məsafədən sərbəst eksternat, fərdi təhsil alma forması, bir də var idi ki, stasionar təhsil alma forması. Ümumiyyətlə 11, 12-də, 13-də təhsil forması ilə təhsilin forması və təhsil alma formalarından danışılırdı. Təhsilin formaları formal, qeyri-formal, informal, formal dövlət sənədinin verilməsi ilə başa çatır. Qeyri-formal hansısa özəl kurslara getməklə olan təhsil formasıdır. Özəl kurslara, dərnəklərə, informalda özünü təhsil yolu bilikləri yiyələnməkdir. Əyani qiyabi bilirik, distant məsafədən adından məlumdur. Sərbəst eksternatda dedik ki, yəni həm təhsildən yayınanlardır, həm də xüsusi istedada malik şagirdlərdir. Evdə təhsilin təşkili qaydasında da hamısı ki, sağlamlıq imkanları məhdud olan uşaqların evdə təhsilinin təşkilidir və fərdi təhsildə də həmçinin təhsildən yayınanlar və xüsusi istedada malik olan uşaqlardır. Stasionar təhsildə də 21 gündən artıq o xəstəxanada yatırsa, deməli o zaman ona xəstəxanada təhsilin davam etdirilir. Xanımlar, mən məsəl üçün üst-üstə çox dərslərin olmağı istəmirəm. Hələlik siz öyrəşənə kimi, yəni bu qədər bəsdir onsuz bunları öyrənməyiniz. İndi gələn həftədən biz cədvəlimizi dəyişəcəyik. Həm informatika, həm məntiqə görə fərqli günlər deyəcəyim sizə. Biraz daha oxumağa vaxt ayırmalı olasınız, öz üzərinizdə işləməyə. Əlbəttə ki, hər bir işin çətinliyi var. Yəni, heç bir iş rahat deyil. Zaman, vaxt lazımdır ki, siz onun öhdəsindən gələ biləsiniz. Yəni, danışdıqlarım sizə nə dərəcədə anlaşıqlı oldu? Yəni, bir şey yadınızda qala bildimi? Səslər aça bilərsiniz. Bəli, müəllimə, çox sağ olun. Mən demək olar ki, öyrəndim ilk dəfədən. Çox sağ olun, çox gözəl izah edirsiniz. Xoşdur. Deməli, məsuliyyətli olmaq lazımdır. Mən keçən də sizə dedim ki, yəni hər dəfədə fərqli-fərqli xanımlarla rastlaşıram. Bəzən ödənişlidir, dərsə qoşulmur, dərsə qoşulanda çox səhlənkarlıq edir. Baxırsan ki, statusunda bəlkə də 5-6 dənə TikTok videosu paylaşır, amma ya dərsə qoşulmur. Yəni anlam verə bilməm. Bir siz öz üzərində işləməlisən ki, nəsə əldə edə biləsən də. Yenə də deyirəm, öyrənmək başqa şeydir, oxumaq başqa şeydir. Mən uşaqlara da deyirəm, ola bilər ki, kitabı üzündən nəsə oxuyursan, fikrin başqa yerdədir. Ha, 3 dəfə oxudun, oxumuşam da deyib örtürsən, bu başqa şeydir. Amma sən onun səs qeydini dinlədinsə, sonra onu materialını oxudunsa, mütləq şəkildə qeydlərini apardınsa, əlbəttə ki, buradan öyrənmək mümkündür. Və demişdim sizə, bu qeydlər aparın, qeyd dəftəri tutun. Hansı ki 10 prinsipi yazın. İndi baxın, bunları da yazın onun arxasıncan. Maddəsini yazın, adını yazın, onları yazın. Yəni necə öyrənib yadda saxladısa, o cürdə davam edəcək. Ona görə ilk öncədən daha yaxşı öyrənsəz yaxşı. Müəllimə, bu fərdi ilə sərbəstin elə bir fərqin testdə necə necə ayırd edə biləcəyik? Yəni mən testlərə baxarsınız. Məsəl üçün deyir ki, məsəl üçün ayırd edə bilməyəcəm. Fərdi təhsillə siz eksternat qayda təhsili ayırmaq istəyirsiniz, eləmi? Bəli, İlk öncə özünü başa düşməlisiniz. Əgər hansısa materialı siz o başa düşürsünüzsə, onun testdə işləmək sizə çətin gəlməyəcək. Yəni bir dənə test olsaydı, məsəl üçün görək ayırd edə bilər. Elə ilk təzə başlamışıq da, qoy bir neçə dərs olsun. O hamısı bir testləri olasıdır. Qulaq asın. Bunu da deyim sizin nəzərinizə çatdırım. Elə xanımlar var ki, ancaq Telegramda, qruplarda bitiflər. Harda test var, qarşısına keçən test işləyə gedirlər. Deyir ki, güya biz test çox işləyirik, yaxşı bilək.
Bir də görsən deyir ki, mən məsəl üçün məktəbə qədər təhsil müəssisələrinə qruplarım da var da, bağçalara hazırlıq. Ən çox oralardan olur. Xanımlar deyirlər ki, ay mənə bizə sınaq atın, sınaq atın. Mən də deyirəm ki, hansı sınağı, nə sınağı atın da heç özü də bilmir. Məsəl üçün birinci sən materialı öyrənməlisən. Bunu deyim sizə, əgər bir insan maşını sürə bilmirsə, onun içərisinə maşını oturturursan, o nətər sürməlidir? Bax, testdə material elə şeydir. Sən birinci materialı öyrənməlisən ki, sonra testi işləyə biləsən də. Əgər sən materialı oxumayırsan, məlumatın yoxdursa, sən onun testini gözə yarı nə işləyəsən, atıb tutasan. Məsəl üçün, məsəl üçün gəlirik 5, üstə gəl 3, üstə gəl 5. Biz bilirik ki, bu elədi 13 də. Biz bunu bilirik, hesabı bilirik. Məsəl üçün, elə misalda mənim qarşıma çıxanda, ay mən göydə tutacağam da bəs bunu bilirəm, axı yazacağam. Amma mən bundan bilmirəmsə, məlumatım yoxdursa, fırlana qalasıyam. Ona görə Bilirəm, mütləq müəllimə, başa prosto düşmək siz lazımdır. necə fərdi ilə sərbəst hardasa Mən eyni. Eyni eyni mövzusu ayırd eyni eləmək biraz baxın, siz çətin oradan olacaq. baxın, Hə. eyniliyə hardadır? Eyniliyə hardadır? Deyir ki, Aha. sərbəst təhsil alma formasının içərisində də həm təhsildən yayınanlardır, həm də ki, burada Aha. xüsusi istedada malik uşaqlardır da. Məsəl üçün, burada eksternat sərbəstdən danışıram. Burada təhsildən yayınanlar, sərbəst eksternatı yadınızda saxlayın. Sərbəst sözü varsa orada, sərbəst eksternatda attestat almaq üçün müraciət edirlər. Bir də burada xüsusi istedada malik olan uşaqları vaxtından əvvəl bitirirlər təhsilini. Başa düşdünüzmü? Məsəl üçün Aha. 10-cu sinifdə oxuyursa uşaq, daha çox fitri istedadı varsa onu o bitirir məktəbini. 11-in attestatını almaq gücünə malikdir. Başa düşdünüzmü? Siz bunu bir dəfə yadınızda saxlayın ki, sərbəst eksternat təhsildə xüsusi istedada malik və təhsildən yayınanlar həm attestat üçün müraciət edənlər, həm də təhsili vaxtından əvvəl bitirənlərdir. Amma fərdi təhsilə cəlb olunanlar artıq bunlar məktəbdə oxuyacaq uşaqlardır. Başa düşdünüzmü? Yəni fərdi təhsilə cəlb olunan adından fərdidir. Fərdi təhsilə cəlb olunan da yenə də təhsildən yayınandır dedik də. Yenə də təhsildən yayınandır və xüsusi istedada malik uşaqdır. Məsəl üçün burada təhsildən yayınandırsa, ay Allah, valideyn gəlir Azərbaycan, Rusiyadan qayıdıbdır. Uşağı məktəbə qoymaq istəyir. Uşaq da ki 8 yaşındadır, 7 yaşına, 8 yaşına çatıbdır, məktəbə qoymalıdır. Onda uşağı o biri uşaqlar cərgəsinə qatmırlardı. Bunu fərdi təhsilə cəlb edirlər. Başa düşürsünüzmü? Bu da fərdi təhsilə cəlb edir ancaq 8-ci sinifə kimi oxuya bilir və ondan sonra da bunun təhsili buradan dayandırılır. Sərbəst ekstern qaydada dövlət sənədi ala bilir. Yəni attestat ala bilir. Deməli bu fərdi təhsilin içərisində və xüsusi istedada malik olan uşaqlar nə olurdu? Bunlar da ki, yəni xüsusi istedada malik uşaqlar həmən məktəbdən seçilir və o da fərdi təhsilə cəlb edilə bilir. Anladım Siz müəllimə. bir Çox dənə sağ olun. yenə də səs dinləyirsiniz. Mən bir də ekran kaydını dayandırım burada bir dəqiqə.